Mühasib işi var yoldaşlar, mühasib köməkçisi işi var. Bu mühasib köməkçisi işi haradadır? Ümumiyyətlə ölkəmizdə bu tipli işlər çox olur. Bu mühasib köməkçisi işi deməli Nizami rayonundadır yoldaşlar. 800 manata yaxın əmək haqqı təklif edə bilər sizə. Agritek şirkətindədir. 5 günlük iş rejiminə malikdir. Deməli, mülki və əmək üzrə bilikləriniz olmalıdır. Mühasibət və maliyyə sahəsində minimum 6 aylıq iş təcrübəniz olmalıdır. Bakalavr təhsiliniz olmalıdır. Heç olmasa 20-35 yaşlı şəxs olmalısınız. Word, Excel və 1C-ni sərbəst işləyə bilməlisiniz. Digər mühasib işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmaca sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Siz bu videonu harada görürsünüz, orada kanala daxil olduqdan sonra orada əlaqə vasitəsini görüb götürə bilərsiniz və mesaj yaza bilərsiniz.